Ben Qubadan zəng edirəm qardaş. Bir də ha qardaş. Bu biz Qubada yaşayırıq. Bir dəfə gəlib siz bizi damımıza baxmışdınız. İzolyasiya içində. Bilməm yadınıza gəlirsə Qubada. Sonra hələ oldu ki, qardaşım evi idi. Qardaşım dedi ki, məndə ustalar var, gəlib izolyasiya edəcəklər buranı. Nə edəcəklərsə. Nəsə deyək ki, başınızı ağrıtmayayım da, qısa deyim. Gəlib izolyasiya edirlər. Nəsə o bütün tərliyib, eləyib. Riskinə qalıb da, bütün remont zatlar hamısı. Mən istəyirdim, sabah Bakıya gələcəm. İstəyirsə videolarını çəkim mən mansarda altını, ümumi də, nə var nə yoxsa. Bir də baxardınız, məsləhət eləyərdik də biz nə eləmək lazım. Biraz da tez zəng eləsəydin, dünən yoxsa gün qusardaydım. Ayda da var. Oradan baxardım, özü səhifədə də paylaşmışdım, bir həftəydə oradaydıq. Ayda, mən də bu aralarda başım qarşıda, o bir sevgi remontundayam, məkanda qıraşdılar usta. Baxa bilmir. Dünənləri gəlmişik. Dünən oradan gəldik Xaçmaza sifarişimiz vardı. Xaçmazın işini çıxardıq, gəldik Bakıya. Ev yoxdur, çəkib atarsan, amma mən mağazada olmayacam. Mən axşam çıxıram Gəncəyə, Gəncədə sifarişim var. Mən belə eləyim də, oraya gəlməmiş orada videoları atım sizə. Heç gəlməymişsiniz ora. Bir də ətraflı... O boyda yola dəymə, çək atın mənə, baxacam videoda. Ha, yaxşı atam, yaxşı. Üstünə alçıban vurmuşsunuz, yoxsa nədir? Bir də sən damı izolyasiya ediblər, alçıban da vurublar, elə bir ki, mansatda. Alçıbanın bir yanını aç, içərisini çək mənə göstər. Çünki mənə... İnternetdə belə fortuşka qoymuşu. Çıxmağı yer vardı mansarda altında. Orada deyirəm, qardaşıma çəkər bütün ətraflı hər tərəfi. İndi bir də tərləmir. Məsələn, müəyyən vaxtın biraz havada istisoq olan kimi yoxdur. Künclərdən divarı içəri tərəfindən su axıb künclərdən tökülür yerə. O yuxarıdan axır onun üstünə, ortalardan zaten... Tökülür yerə, olsun atam, onda bütün ətraflı videosunu atacam sən. Zəhmət olmasın. Çox. Atarsan, harada münasib olsan baxacam. Yaxşı qardaş, yaxşı. Sağ olun. Çox sağ ol, var olun.